Bəy, daxili siyasətə dönmək lazımdır, baxmaq lazımdır. İnsanların vəziyyətinə baxmaq lazımdır ki, insanlar necə acınacaqlı vəziyyətdədir. O gün mən eşidirəm ki, adamlar deyir ki, kilosu 2 manata sümük alıb qaynadıram, sümüyün suyunda yemək pişirirəm. Biz gör nə vəziyyətdəyik. Dəhşətdir. Sərdar bəy, sümük alırlar 2 manata. Ət ala bilmirlər. Mən sənə bir şey deyim. Azərbaycanda həyat səviyyəsi o qədər ağırdır ki, adamlar bilmirəm da heç vaxt Azərbaycan bu dərəcədə pis bir vəziyyətdə olmayıb. Bax, vallahi Sərdar bəy, bax real danışaq da. İndi əslində mən heç vaxt tərəfdarı deyiləm ki, biz ictimaiyyətdə olan adamlarıq da, adam öz problemlərini danışmamalıdır. Amma biz bu vəziyyətdəyiksə, gör millət nə gündədir? Gör millət nə vəziyyətdədir? Qardaşım, başqa nə ola bilər? Bir halda ki, Azərbaycanda anonim 100 milyarder var. O milyardda dövlət büdcəsində uğurlanan milyardlardır. Uğurlanıb. Azərbaycan bu nətər dövlətdir ki, bunun 10 ildə dövlət büdcəsində 1 qəpik artım olmuyor. 10 ildir eyni standart dövlət büdcəsidir. Bəs bunun inkişaf 10 ildir əhali deyəsən artıb, iqtisadiyyat inkişaf eləyib, regionların inkişaf eləyib, o inkişaf, necə oldu? Neftə pul gəlir. Necə oldu? Bəs bu 10 ildə necə olub ki, bir dövlətin dövlət büdcəsində 1 qəpik artım olmasın? İnkişafın göstəricisi dövlət büdcəsidir. Dövlət büdcəsi bir güzgüdür. Həm dövlətin sosial siyasətin güzgüsüdür, həm hüquq siyasətin güzgüsüdür, həm də dövlətin iqtisadi fəaliyyətin güzgüsüdür. Deməli, 10 ildə Azərbaycan tam durğunluq vəziyyətdədir. Heç bir sahədə tərpəniş yox. Təsəvvür edin, əvvəl yenə belə deyək də, bu Milli Məclisin deputatlarını dəvət edirdin, gəlirdilər, suallara cavab verirdilər. İndi heç dəvət edirsən, gəlmirlər. Onun iki səbəb var da. Bir, gəlib burada deməyə sözləri yoxdur. İkincisi, o bir 3-4 nəfəri çıxmaq şərti ilə parlamentdə, ümumiyyətlə... Hətta o 3-4 nəfərdə nə qədər çağıraq, hər gün olmaz ki? Onlar da yorulurlar da, onlar da o kötək panı kimi hər dəfə gəlirlər burada hökumətin qüsurlarına görə orada cəmaət nəsə yazır, onlar da bezirlər. Amma Sərdar bəy, bir məsələ var da, ən azından bu müzakirələr burada getməlidir də, Bakıda, Azərbaycanda getməlidir. Bir tərəfdə müxalifət nümayəndəsi oturmalıdır. Baxın Zahir bəy. Bir tərəfdə üzr istəyirəm Sərdar bəy, fikrimi tamamlayım, iqtidar nümayəndəsi olmalıdır. Real şəkildə debat getməlidir. Niyə imkan vermirsiniz ki, o burada getsin də, cəmaət burada baxsın, burada sualını versin, burada cavabını alsın. Niyə hamını yönəldirsiniz o xaricə? Avropa parlamenti, aslında oturan deputatlar bilirsiniz, bundan 90% müxalif partiyalardır. Heç biri o dövlətin rəsmi şeylər deyil. Yaxşı, Azərbaycanda əgər bu partiyalar beynəlxalq əlaqələr qura bilsəydi, hökumət buna imkan yaratsaydı, şərait yaratsaydı, hərə gedib bir ölkənin müxalifəti ilə dostluq eləsəydi, həmin xətlə, həmin deputatlara təsir eləsəydi, Avropa Birliyin, Avropa Parlamenti Assambleyasında bizim əleyhimizə elə qərarlar qəbul olunardı. Ən az o qərarlar qəbul olundu, bir 5 nəfər də çıxardı, etiraz eləyərdi. Axı, hökumət elə bir şərait yaradıb ki, onlar zaten hökumətin deyil ki, sən hökumətin alver edirsən, nefti satsan, nəsə alırsan, o adam müxalifdir orada, o parlament oturanda müxalifetdir. O öz bildiyi kimi də, onunla da biz işləməli, bizim də işləmək üçün heç bir imkanımız yoxdur. Ben sana dedim, bak əvvəlcə biz gedirdik, o parlament fraksiyalarını görüşdük. Mən Avropa Şurasının bir neçə fraksiya, sosial demokratlarla hamısından görüşmüşdük. Azərbaycanla bağlı məsələ qoyduq. Onlar da bilir ki, biz varıq, nə bilim, bizim nə problemimiz var. Axı, bu əlaqələrin heç biri yoxdur Azərbaycanda. İndi hardan olsun? Buradan buraya Türkiyəyə gedə bilmirik. Ona görə